Avropanın İsyan WF Hava Tərəqqatları Mərkəzinin yenilənmiş model tərlərinə əsasən yanvar ayının 13-dən 14-nə keçən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin dəyişməsi gözlənir. Əvvəlcə Böyük Qafqaz və Kiçik Qafqazın dağ-təyi rayonlarında yağışın sulu qala qarşılaşması ehtimalı var. Artıq yanvar ayının 14 gün ərzində isə burası daha da kəsinləşməsi gözlənilir. Burası daha da geniş olaraq nəzər salsaq biz görürük ki, yanvar ayının 13-dən 14-nə keçən və 14-ü artıq günün birinci yarısında Qafqazın Cənubi Azərbaycan arasında rütubətli hava şüaları ilə şimal-şərqdən daxil olması gözlənilən güclü soyuq hava şüalarının bir-birinə toqquşması fonunda yağıntıların intensivləşməsi ehtimalı var. Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Şimali, Şamaxı, Xızı, Quba, Qusar, Kasmas, Dağlıq, Şirvan, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmşir, Gəncə, Mingəçevir və Görgül və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şükürləşin, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın Sedrək, Ordubad, Şahbuz, eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Asılı, Yazma və Lərik ərazilərində artıq və mərkəzi aranın Kürdəmli, Yerlağ, İmişli, Ağzabədi, Beyləqan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsvar ərazilərində artıq yanvar ayının 13-dən 14-nə çıxmışdır və 14-ü gün ərzində hava şəraitinin daha da kəsinləşməsi, soyuması gözlənilir. Yağıntıların intensivləşməsi ehtimalı var. Yağışın Azərbaycanın şəhər mərkəzlərində, mərkəzi aralanda sulu qala keçilməsi, lakin Böyük Qafqaz, Kiçik Qafqaz, eyni zamanda Naxçıvan arasının dağ-təyi rayonlarında və Cəlilabad Asılanın dağ-təyi ərazilərində isə yağışın artıq intensiv sulu qala, qar şəklində müşahidə edilməsi və qar örtüyünün gəlməsi ehtimalı var. Yanvar ayının 14-ü artıq proses dağlıq kəsinləşir, nəticədə Xəzər dənizinin daşınan rütubətli hava şüaları ilə şimaldan, eyni zamanda şimal-qərbdən və qərbdən daxil olan, yəni Qara dənizindən daşınan rütubətli hava şüaları, Aralıq dənizindən daşınan rütubətli hava, Xəzər dənizindən daşınan rütubətli hava və şimal-şərqdən Qazaxıstandan daxil olması gözlənilən güclü soyuq hava şüalarının ərazidə bir-birinə toqquşması fonunda mürəkkəb hidrometeoroloji prosesinin baş verməsi, yağıntıların intensiv və güclü olması, havanın temperaturunun ötən günlərlə müqayisədə 8-15 dərəcə qədər temperaturda azalma ehtimalı var. Şimaldan daxil olması gözlənilən soyuq hava şüaları ilə Xəzər dənizində siklonların təsirindən Böyük Qafqazın şimal-şərqində və Abşeron arasındakı yağıntıların kifayət qədər intensiv və aramsız olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İsyan WF Hava Tərəqqatları Mərkəzinin yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının 13-dən 14-nə keçən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyuması gözlənilir. Yanvar ayının 14-cü gün ərzində isə prosesin daha da intensivləşməsi ehtimalı var. Nəticədə yanvar ayının 13-dən 14-nə keçən Qara dənizin şərqindən Aralıq dənizinin şərqindən rütubətli hava şüalarının Qafqazın Cənubi Azərbaycan arasına doğru daşınması və şimal-şərqdən Qazaxıstan arasında Mərkəzi Asiyadan isə güclü Sibir siklonlarının əraziyə müdaxiləsi fonunda soyuq hava şüaları ilə rütubətli hava axınlarının Azərbaycan arasında bir-birinə toqquşması nəticəsində yanvar ayının 13-dən 14-nə keçən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəsinləşməsi gözlənilir. Yağıntıların intensivləşməsi, Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan dağlıq rayonları, eyni zamanda Cəlilabad Asılı əraziləri və Böyük Qafqazın şimal-şərq ərazlərindəki qarın güclü olması ehtimalı var. Mərkəzi aran Bakı Abşeron Sumqayıt ərazisində və Azərbaycanın şəhər mərkəzlərində isə artıq yanvar ayının 14 gün ərzində yağışın sulu qala keçilməsi ehtimalı var. Bakıda güclü qar yağması ehtimalı isə yaxın günlərdə yenilənmiş məlumatların təhlilləri əsasında kanalda yenilənmiş məlumatlar təqdim olunacaq. Avropanın İsyan WF Hava Tərəqqatları Mərkəzinin model təhlillərinə əsasən yanvar ayının artıq 13-dən 14-nə keçən başlayaraq və 14-cü gün ərzində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyuması gözlənilir. Prosesin davamlı inkişafı ehtimalı var. Nəticədə Qərbi Sibirdən davamlı olaraq soyuq hava şüalarının Xəzər dənizinin şimal-şərqindən, Qazaxıstan ərazisindən Qafqazın Cənubi Azərbaycan arasında tez müdaxiləsi fonunda yanvar ayının ikinci 10 günün sonlarına qədər olan müddət ərzində Azərbaycan arasında hava şəraitinin kəskin soyuq keçməsi ehtimalı var. Yanvar ayının 13-dən 14-nə keçən başlayan prosesin yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si, 19-u və 20-sində də Qafqazın cənubunda daxil olması gözlənilir. Xüsusilə də yanvar ayının artıq 16-sı, 17-si, 18-si və 19-sundakı prosesin daha da kəskinləşməsi ehtimalı var. Çünki Qərbi Sibirdən münbir sinoptik şərait nəticəsində davamlı olaraq güclü soyuq hava şüalarının Qafqazın Cənubi Azərbaycan arasına doğru tez-tez müdaxiləsi gözlənilir ki, bu da yanvar ayının artıq 13-dən 14-nə keçən başlayan soyuq havanın yanvar ayının 16-sı, 17-si, 18-si, 19-u və 20-sində daha da anormal dərəcəyə qədər kəsinləşməsinə səbəb ola bilər. Düzdür, bu rekord bir soyuqlar ehtimalı olmasa da kifayət qədər, yəni Azərbaycan ərazisi üçün, Bakı üçün kifayət qədər bir soyuqların müşahidə edilməsi ehtimalı var. Nəticədə yanvar ayının xüsusilə də artıq
16-sı, 17-ci, 18-ci və 19-cu il prosesinin daha da kəskinləşməsi fonunda Qərbi Sibirdən davamlı olaraq soyuq hava kütlələrinin Qafqazın Cənubi Azərbaycan arasında tez müdaxiləsi Xəzər dənizindəki rütubətli hava kütlələri ilə Qərbi Sibirdən daxil olan quru soyuqların rütubətlə toqquşması fonunda Azərbaycanın Böyük Qafqaz rayonlarının şimal-şərq yamaclarında qarın güclü olması gözlənilir. Bakıda yağışın yanvar ayının 14-də sulu qar keçirməsi ehtimalı var. Yanvar ayının artıq 16-sı, 17-ci, 18-ci, 19-cu bölməsində isə hava şəraitinin daha da kəskin soyulması ehtimalı var. Nəticədə Bakıda da güclü qarın yağması riski var. Yaxın günlərdə Bakıda qar fırtınasının baş verib-verməyəcəyi haqqında ən son hava təlləri kanalda yayınlanacaq. Bugünkü təllərə əsasən isə yanvar ayının 13-dən 14-nə keçirilən başlayaraq Azərbaycan arasında hava şəraitinin kəskin soyulması, yanvar ayının 14-ü gündüz artıq Azərbaycan əksər rayonlarında hava temperaturunun ötən günlərlə müqayisədə 8-15 dərəcə qədər azalması, yanvar ayının artıq 16-sı, 17-ci, 18-ci, 19-cu bölməsində isə hava şəraitinin günü-gündən daha da soyulması gözlənilir. Qərbi Sibirdəki güclü soyuq hava kütlələrinin ümumi sinoptik şərait nəticəsində, yəni Xəzər dənizinin şimal-şərqində Qazaxıstan arasındakı siklonun təsirindən bu soyuq havanın davamlı olaraq Qafqazın Cənubi Azərbaycan arasında tez müdaxiləsi fonunda yanvar ayının 14-ü, 15-i, 16-sı, 17-ci, 18-ci, 19-cu bölməsində Azərbaycan arasında hava şəraitinin günü-gündən daha da soyulması gözlənilir. Tez-tez küləklərin güclənməsi ehtimalı var. Soyuq hava nəticəsində Azərbaycanın bir çox şəhər mərkəzlərində yağışın sulu qara keçirməsi, prosesin sonraki inkişafı nəticəsində isə qar yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq.